xeyir olsun. Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynurə Fətəliyeva. Bugün bu videoda mən sizə Dövlət İmtahan Mərkəzindən informatikadan abituriyentlər üçün olan test toplusundan bir sual izahını verəcəm. Bu sual həm də magistrlar üçün də önəmli bir sualdır. Sualda nə deyir? Verilmiş ağ-qara təsvirin ikilik say sistemində kodlaşdırılması 8-lik say sistemində ifadə edilərsə neçə rəqəmli ədəd alınır? Baxın, biz bilirik ki, əgər ağ-qara təsvir, monoxrom təsvir görürüksə, o zaman bir pikselin həcmini bir bit olaraq götürməliyik. Çünki ağ-qara təsvir deyirsə, iki rəng var və 2 də 2-nin birinci dərəcədən qüvvəti olduğu üçün, deməli, burada hər bir piksel, hər bir, necə deyərlər, buradakı o balaca kvadrat bir bit yer tutacaq. Yəni, bu təsvirdə gördüyünüz hər bir piksel, buradakı hər bir nöqtə, hər bir balaca kvadrat sadə dillə desək, bir bit yer tutacaq. Görək, bu təsvirdə neçə dənə piksel var, neçə dənə kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7. Elində 7 dənə piksel var. Baxın. 1, 2, 3, 4, 5, 6, 7. Sanki düzbucaqlığın sayısı kimi yanaşdırıb. Uzunluğunda baxaq görək neçə piksel var. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. Uzunluğunda 8 piksel var. Deməli 7-ni vururuq 8-ə. Bizim ümumi təsvirimizdə nə qədər piksel oldu? 56 piksel. Və dedik ki, bunların hər biri ağ-qara təsvirdə bir bit yer tutur. Yəni, bu təsvirin həcmi 56 bit yer tutur. Deyir ki, bu təsvirin ikilik say sistemində kodlaşdırılması, gəlin bunu ikilik say sistemində kodlaşdıraq. Biz bilirik ki, yenə ikilik say sistemində 2, 2 üstü 1-dir deyə hər bir rəqəm bir bit yer tutur. Məsələn, bilirsiniz də, tutaq ki, bu ikilik say sistemində verilmiş bir ədəddir. İndeksindən görürük. İkilik say sistemində hər bir rəqəm bir bit yer tutur. Çünki 2, 2 üstü 1-dir. Həm də bilirsiniz də, kompüterdə hər bir 0 bit, 1 bit deməkdir. 1, 2, 3, 4. Məsələn, burada 4 rəqəm varsa, deməli bu 4 bit yer tutur. İndi 56 bit o deməkdir ki, bunu ikilik say sisteminə çevirəndə, bu artıq mənim üçün 56 rəqəm kimi ifadə olunacaq. Aydındır? Yəni, ikilik say sistemində 56 bit 56 rəqəm deməkdir. Deyir ki, bunun ikilik say sistemində kodlaşdırılması 8-lik say sistemində ifadə edilərsə, neçə rəqəmli ədəd alınır? Yəni, sanki bu ikilikdə olan 56 rəqəmli ədədi sən 8-lik say sisteminə çevirsən, o zaman neçə rəqəmli ədəd alınır? Gəlsə, siz bilirsiniz ki, 8, 2 üstü 3 deyə hər bir 8-lik say sistemində olan hər bir rəqəm, hər bir simvol 3 bit yer tutur. Aydındır? Həm də bilirsiniz də, məsələn, tutaq ki, biz hər hansı bir ədədi ikilik say sistemindən 8-lik say sisteminə keçəndə sondan əvvələ doğru 3-3 ayırırdıq. İkiliyin hər 3 rəqəmi, məsələn, 8-lik say sistemində bizim üçün bir rəqəmi ifadə edir. Yəni, baxın, yenə deyirəm, ikilikdə bir simvol 1 bitdir, 8-likdə bir rəqəm, bir simvol 3 bitdir. Deməli, 8-liyin, belə desək ki, bir rəqəmi ikilik say sisteminin 3 rəqəminə bərabərdir. Yəni, uzun sözün qısası, bu ədədin 8-likdə neçə rəqəmli ədəd olduğunu bilmək istəyiriksə, ikiliyin hər bir 3 rəqəmi 8-liyin bir rəqəmi olduğu üçün 56-nı bölürük 3-ə. Deməli, 56-nı biz 3-ə bölsək nə qədər düşəcək burada? Deməli, 18 dəfə düşür. Qalıq nə? 2. Və qalıq varsa, deməli artıq bu 18 yox. Üzərinə bir gəlirik qalıq varsa, 19 rəqəmli ədədə çevriləcək. Bax belə. Yəni, ikilik say sistemində verilmiş ədədin 8-lik say sistemində neçə rəqəmli olduğunu tapmaq istəyirsinizsə, ikilikdəki rəqəmlərin sayını bölürsünüz 3-ə. Çünki 8-lik say sistemində hər bir rəqəm 3 bitdir və deməli, ikilik say sistemindəki hər 3 rəqəm 8-likdə bir rəqəmə bərabərdir. Yəni, uzun sözün qısası, sualın doğru cavabı 19 olmuş olacaq.